Quran-ı Kərimin ayələrinə əsasən insanın dəyər və şərəfi onun ruhundadır. İnsan cism və ruhdan ibarətdir və Allah Taala bir ayədə buyurur ki, mən öz ruhumdan insana verdim və yaxud üfürdüm. Buna əsasən bəziləri bu ayəni belə başa düşür ki, bir halda ki, insan Allahın ruhuna sahibdir, Allah öz ruhunu daşıyan bu insanı necə cəhənnəmdə yandıracaq? Yəni, bu ayə ilə necə biz bu məsələni başa düşə bilərik? Diqqət edin, ayədə keçən min ruhi kəlməsində məqsəd, nəuzu billah mənası bu deyil ki, Allah özünün bir hissəsini hissə olaraq insana verib. Allah hər hansı bir şeydən tərkib tapmayıb, cisim deyil ki, özünün bir hissəsini hər hansı bir şeyə və yaxud insana versin. Min ruhidə məqsəd, yəni Allah Taala bildirmək istəyir ki, mən insanı şərəfli etdim. Yəni burada ərəb qrammatikasına əsasən izafə təşrifiyyə adlanır. Yəni məsələn bizdə bir insanı tərifləmək üçün deyir ki, filan kəs Katibi Sultan, sultanın katibidir. Burada məqsəd həmən şəxsin hər hansı bir mənsubiyyətini deyil, həmən şəxsin harada işlədiyini bildirməkdir.